Chandler. Qozu hələ heç yarpaqlı. Bu isə azimina. Qışı keçirdi torpaqda. Acı yovşan çiçək açmaq istəyir. Bu isə oreganodur. Elə çay dəmlə iç. Melissa propkovый palıdın yanında lalə. Boyunlarını büküblər. Sabah çiçək açacaqlar. Bu da əsl qaraqınıq. Calaq eləmişəm. Toxumdan bitmiş almadır. Bu bir calaq. Bu armud calağı. Elə bilmişəm alma calamışam, armud calamışammış. Yəni bir budağa. Bu da bir qoz. Bu da bir qoz. Sertsevidный. Yəni ürək fason qozlardır. Hələ indi yarpaqlayır. Yarpaqları belə tüklü yarpaqlardır. Bəlkə də manjur qozdur, bilmirəm. Məndə qoz o qədər çoxdur ki, var verməsi bilməyəcəm hansı qozdur. Manjur qozu da var, qara qoz da var. Bu çeremixadır. Bu il çeremixam çiçək açmadı. Bu isə alpinarilərimdən biri. Dünən alasını eləmişəm. Burada 2 cür kekotu var. Sonra tülpan var. Xara bülbül. Xara bülbülün əsl adı ofris. Yəni bizdə qırmızı kitaba düşməyib bilmirəm. İnternetdə yazılır ki, ofris krımski. Qırmızı kitaba düşüb. Yəni Krımın orxideya nəslindən, yatırışnik nəslindən, səhlab nəslindən, bu üçün belə tərcümə eləyə bilərdim. Burada da Süsəngülünün Qalanski sortu, xırda Süsəngülü. Kekotu. Bunların balı isi gəlir bunlardan. Kan qozudur, bu balacasıdır. Bu isə böyüyüdür. Kan bu boydadır, hələ indi yarpaqlayır. Bax, cavalıya. Calaq eləmişəm. Bilmirəm, alçadır, nədir. Qəşəng tutubdur. Belə uzun sov qozdur. Ruta duşistaya. Lavandanın bir növü. Robinia lży akatsiya. Golubikaların limonnik çəkirəm. Hələ çiçək açmayıb.